Salam əziz abituriyentlər, sizlərlə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Mən bugün sizlərə 7 dekabr 2025-ci il tarixində keçirilmiş OTK sınağının biologiya suallarını izah eləyəcəm. 11-ci siniflər üçün də bu suallar. Deməli, nəsil şəcərəsi verib bizə rəqəmlərlə işarə olunmuş hansı insan qan qrupunun genotipini dəqiq təyin etmək olmaz soruşulur. Burada görürük ki, 4-cü qan qrupu varsa biz bunları AB kimi yazırıq və başlayırıq bunların bir-bir təyin etməyə. Əgər 4-cü qan qrupu 3-cü qan qruplu insanla nikahından həm 2, həm də 3-cü qan qruplu uşaqlar dünyaya gəlibsə, onda mütləq bir tərəfdə B0 olmalıdır ki, bu A ortaya çıxa bilsin. Çünki baxın, anada AB-dir. A-nı anadan alır, çünki ata B'dir. Onda atadan 0'ı almalıdır ki, ikinci qan qrup ortaya çıxsın. 1 və 2-ni dəqiqliklə biz təyin elədik genotipini. 3'e baxaq. 3 nə ola bilər? 3 anadan da B'ni, atadan da B'ni ala bilər. Anadan da B'ni, atadan 0'ı da ala bilər. Bunu indi onun nikahından doğulacaq uşaqlara görə bilərik ki, dəqiq yazmaq olar, yoxsa yox. İkinci qan qruplu deməli qadınla ailə həyatı qurdu, nikah qurdu və bunların uşaqları 4-cü və 2-ci qan qruplu oldu. İkinci qan qrupludursa, onda bu 5, yəni 5-lə işarə olunmuş uşaq mütləq A-sını anadan alır, atadan ala bilmir. Atada çünki B var. Onda bu ikinci qan qrupu olması üçün burada bir 0 olmalıdır. Elə deyil, ata 3-dürsə, deməli heterozigot vəziyyətdə olmalıdır ki, ikinci qan qruplu uşaq dünyaya gələ bilsin. Onda biz nə elədik? 3-ün də genotipini dəqiqliklə tapdıq. Həmçinin 5-in də genotipini dəqiqliklə tapdıq. Gəlin 4-ə baxaq. 4'ü AA kimi yazsaq, yenə anadan A-nı bu da ala bilər, bu da ala bilər. A0 kimi də yazsaq, yenə də A-nı anadan alma ehtimalı var. Ona görə də 4-cü işarə olunmuş fərdin, yəni insanın genotipini dəqiq təyin etmək olmadı. A da ola bilər, A0 da ola bilər. Gəldi ikinci suala. Məməlinin bir nüvəli quyruq hüceyrəsində sitokinez başlandığı anda xromosomların sayı. Sitokinez telofaza mərhələsində olur və bir nüvəli quyruq hüceyrəsi deyirsə, bu mitoz bölünmədir və mitoz bölünmədə sitokinezin sonunda xromosom sayı neçə olur? 2n olur. 2n'i 96 verib. Onda n neçədir? N 48'dir. İnterfazanın sonunda kromatidlərin sayı. İnterfazanın sonunda artıq DNT ikiləşmiş olur. Ona görə də 2n4 ise 4D'yə əsasən biz kromatidləri deyiriksə, 4C bu zaman 4'ü vururuq 48'e, bu da eləyir 192, cavab Y variantı. Üçüncü sual, xəstəlik verilib. X xəstəliyin aid olduğu qrup uşaq infeksiyalardır. Törədicisi bakteriyadır. Törədicisi bakteriyadırsa, variantlardan viruslara aid olan xəstəlikləri, yəni qızılcanı, su çiçəyi, polimieliti çıxırıq. Vərəm və skarlatina qalır və uşaq infeksiyalarına skarlatina aiddir. Keçirik 4-cü sual. 4-cülü quruluş 9-cu sinif dərsliyində zülal bölməsində var ki, 3-cülü quruluşa malik bir neçə zülal zəncirinin birləşməsi hesabına 4-cülü quruluş yaranıb və bizə orada da hemoqlobini misal göstərmişdir. 5-ci sual, Şerşevski-Terner sindromlu insanın baş beyin yarımkürələr qabığının müəyyən hissəsində 4400 cinsi xromosom olarsa, həmin hissədə olan aksonların sayını hesablayın. Şerşevski sindromlu İnsan cinsiyyətcə qadındır. Onun 44 autosomu, amma bir dənə cinsi xromosomu var. Əgər yarımkürələr qabığının müəyyən hissəsində 4400 cinsi xromosom olarsa, bilirik ki, bu Şerşevski-Terner sindromlu insanın bir hüceyrəsində bir dənə cinsi xromosom var. O da yalnız X-dir. Onda neçə dənə hüceyrəsində 4400 cinsi xromosom olar? Elə 4400 dənə hüceyrəsində. Bu hüceyrələrin içərisində aksonları tapırıq. Bu deməli sinir toxumasının hüceyrələridir. Sinir toxumasının hüceyrələrində də 10x qədər peyk hüceyrəsi, x qədər də neyron olur. Yəni 11x qədər. 11x'i 4400'e bərabər edirik. Buradan tapırıq ki, x 400'e bərabərdir. Akson soruşduğuna görə hər bir neyron təşkil olunub dendritdən, cisimdən və bir aksondan. Aksonun sayı elə neyronların sayına bərabər olduğuna görə cavabımız olacaq A variantı. 6-cı sual, A, B0 genotipinə hansı qan qrupuna malik insanların qan plazması anti-A antitelini daşıyır?
Anti-A antiteli plazmadadır. Biz bilirik ki birinci, ikinci, üçüncü ve dördüncü kan grupları. Birinci kan grubu 0-0, yani onda hiçbir antigen yoktur. Demeli onun plazmasında A ve B antiteli var. İkinci kan grubu A antigenini taşıyır. Yani A da olabilir, A0 da olabilir. Demeli onun plazmasında B antiteli var. Üçüncü kan grubu B antigenini taşıyırsa plazmasında A antiteli var. Dördüncü kan grubu A, B antigenini taşıyırsa onun plazmasında hiçbir antitele rast gelmedik. İndi bizden A antitelini daşıyanı soruştuğuna göre birinci kan grubunda da A antiteline rast geldik. Üçüncü kan grubunun da plazmasında A antiteline rast geldik. Ona göre de cevap C. 7. sual, orqanizmlərin quruluşca sadələşməsi çox vaxt onlarda bəzi orqanlarda yoxa çıxma və ya qalı halında qalması təkamülün hansı yolunun nəticəsidir? Bu yoxa çıxma, qalı halında qalma ümumi degenerasiyanın nəticəsidir. 8. sual, ADF-in quruluş sxemində X-i müəyyən edin. Bu azot əsasıdır, bunlar fosfatlarıdır və X də karbohidratdır. Onlarda da karbohidrat ribozadır. İstər ADF, istər ATF, istərsə də AMF-də. Ama iki fosfat varsa deməli bu ADF-dir. Bir cinsli çiçəkləri olan taxıl bitkisinin, bir cinsli çiçəkləri olan taxıl bitkisi söhbət gedir deməli qarğı dalıdan. Çünki onun çiçəkləri bir cinslidir. Erkek çiçəkləri süpürkə, dişi çiçəkləri qıça çiçək qrupunda toplanır. Bu bitkinin aid olduğu müxtəliflik və mənşə mərkəzini müəyyən edin. Qarğıdalının seleksiyası ilə məşğul olmuşdur Xaçinov. Ona görə də Xaçinov olmayan variantları silirik və qarğıdalı yerləşir Mərkəzi Amerikada. Ona görə də cavabımız olur D variantı. 10. sual, populyasiyanın arealının ölçüsü sabitdir. Xeyr, sabit deyil. Çünki orada fərdlərin hərəkətlilik dərəcəsindən dəyişilə bilir. Ona görə də biri götürmürük. Fərdlərin hərəkətlilik dərəcəsindən asılı olaraq dəyişə bilir. Bəli, doğrudur. Fərdlərin sayından asılı olaraq dəyişə bilər. Bəli, fərdlərin sayından asılı olaraq dəyişə bilər. Aid olduğu növün arealının ölçüsündən böyük ola bilər. Xeyr, aid olduğu növün arealının ölçüsündən böyük olmur. Ona görə də cavabımız oldu 2-3. 11. Növdaxili yaşama uğrunda mübarizənin kəskinliyi azalır. Populyasiyanın sıxlığı artdıqda, xeyr, fərdlərin qarşılıqlı yardım və əməkdaşlığı zamanı, bəli, bu zaman deməli, kəskinliyi azalmış olur. Bu da 9-cu sinif dərsimizdə var. Geldik 12. suala. Antropomorfoz değil. Antropomorfoz insanda olan əlamətlərdir. Ayaqda tağ şəklinin olması bu yalnız insana xas xüsusiyyətdir. 5 şöbədən ibarət onurğanın yaranması bu onurğalı heyvanlardan məsələn deməli sürünənlərdə, quşlarda, məməlilərdə var. Təkcə insana aid deyil. Amma onurğada kifoz, lordoz, esvari əyrilik yalnız insana məxsusdur. Kəllənin beyin şöbəsinin üst şöbəsindən iri olması bu da antropomorfozdur. Döş qəfəsinin yanlara doğru genişlənməsi bu da antropomorfozdur. Yəni insanda olan əlamətdir, insanda yaranan əlamətdir. 13. Sxemdə verilən primatları birləşdirən ən kiçik taksonu müəyyən edin. Burada primatları görürük ki, elə Avstralopitek, şimpanze, gorilla, orangutan, driopitek, parapitek, hippon bunlar hamısı meymundur, primatlar dəstəsinə malikdir. İnsan da primatlar dəstəsinə malikdir. Hamısını deməli hansı kateqoriya birləşdi? Ən kiçik dəstə birləşdirdi. Canlıların trofik əlaqələrinə aid deyil. Trofik əlaqə qida əlaqəsidir. Simbiyoz qida əlaqəsidir ki, müştərək həyatdır. Mikoriza qida əlaqəsidir. Göbələk mitsellərlə ağacların simbiyozudur. Yırtıcılıq qida əlaqəsidir. Yırtıcı şikar münasibətləri var ki, yırtıcılar ovluyurlar, qidanı yerlər. Parazitizm də qida əlaqəsidir ki, sahib orqanizm hesabına yaşayır, orada qidalanır. Konjugasiya isə çoxalma prosesidir. 15. Avropoid irqinə aid insanın mongoloid irqinə aid insanla çarpazlaşmasından döllü nəsil alına bilərmi? Döllü nəsil biz demişik ki, əgər eyni növdəndirsə döllü nəsil alınır. Bəzi istisnalar var ki, müxtəlif növlər arasında olur. Amma Avropoid irqi ilə mongoloid irqi eyni növə aiddir. Sadəcə onlarda morfoloji fərqliliklər var. Ona görə də alına bilməz dediklərini silirik. Alına bilər çünki eyni növə aiddirlər. Bəli, eyni növə aiddirlər. Plazmatik membranın yenilənməsində iştirak edir. Plazmatik membranın yenilənməsində Holgi kompleksi iştirak edir. Holgi kompleksi də deyilən göstərilmişdir. Ümumiyyətlə bu şəkillərə də gəldiyimizə görə hamınıza deyim ki, dərslikdə olan bütün şəkillərə diqqət eləməlisiniz. Hətta sxemlərə də diqqət eləməlisiniz ki, sxemlərdən də suallar düşə bilir. Dərsliyin fəaliyyət hissəsində, tapşırıq hissəsindəki sxemlərə baxmanızı məsləhət bilirəm. Canlıların öyrənilməsinin şəkildə göstərilən səviyyəsinin struktur funksional vahidi şəkildə göstərilən görürük ki, deməli
Pingvinlerdir burada. Bu pingvin popülasyasıdır. Fonksiyonel vahidi de növdür. Ona göre de cevabımız olur A variantı. 18. Su altında səsləri tutmaq üçün istifadə olunan hidrofon cihazı yaradılmıştır. Bu da biyonika mövzusunda var idi ki, su iti qulağının quruluş prinsipinə əsasən hidrofon cihazı yaradılmıştır. Anadontalar su orqanizmlərin hansı qrupuna aiddir? Anadontalar dip həyatı tərzi keçirirlər. Ona görə bentosdurlar və heyvan olduqlarına görə də zoobentoslara aid edirik. 20-ci sual düzgün olmayan ifadəni müəyyən edin. Atın təkamülü prosesində bədən ölçüləri bəli artmışdır. Əvvəl çox kiçik olmuşdular. Ətraflar uzanmışdır. Bəli sürətli qaçma ilə əlaqədar olaraq barmaqların sayı azalmışdır. Doğrudur. Onurğa sütunu möhkəmlənmişdir. Sürətli qaçma ilə əlaqədar olaraq qırışlı dişlər qabarıq dişlərə çevrilmişdir. Əksinə, ona görə də ki variantı doğru deyil. 21. sual, genomu modifikasiya olunmuş orqanizmlərin alınmasında adətən istifadə olunmayan metod. Bu da yenə 10-cu sinif dərsliyində var. Deməli, burada süni mayalanmadan istifadə olunur, hibridləşmədən, gen mühəndisliyindən, poliploidadan, növlərarası, növlər daxili hibridləşmədən, amma hüceyrə mühəndisliyindən istifadə olunmur. Bu da yenə sırf dərsimizdə olan cümlələrdir. 100 qram yağın oksidləşməsindən ayrılan enerji 100 qram karbohidratın oksidləşməsindən ayrılan enerjidən neçə kilojoule çoxdur? Biz bilirik ki 100 qram yağın oksidləşməsi, daha doğrusu 1 qram yağın oksidləşməsinə 38,9 kilojoule enerji lazımdır. Bəs 100 qram yağın oksidləşməsinə nə qədər lazımdır? Burada tapırıq ki 3890 kilojoule. İndi karbohidrat bilirik ki 1 qram karbohidratın parçalanması 17,6 kilojoule enerji lazımdır. 100 qramda x burada da olacaq 1760. 3890'dan 1760'a çıxanda qalacaq 0, 3, 1, 2 yəni 2130. Hüceyrə divarına malikdir. Hüceyrə divarı bitkilərdə, göbələklərdə, bakteriyalarda var. Heyvanlarda isə glikokaliksdir. Ona görə də buradan heyvanları, yəni leishmaniyanı və infusor tərliyi çıxırıq. Parmelia şibiyadır, yəni simbiyoz nəticəsində əmələ gələn canlıdır. Onun da tərkibində göbələk mütləq var. Göbələk varsa deməli hüceyrə divarı var. Digər hissəsi isə ya yosundur, yosunda da hüceyrə divarı var, ya da siyanobakteriyadır, yəni göbələkdir. Onlarda da göbələk deyirəm, üzrlü sayın, bakteriyadır. Yəni onlarda da deyirik ki, hüceyrə divarı var. Ona görə də 1-i, 3-ü salmonella bakteriyadır, hüceyrə divarı var. Plevrokoq bakteriyadır, hüceyrə divarı var. Ona görə də 1, 3, 4. Biosferə aiddir. Biosfer bütün hidrosferi əhatə edir. Atmosferin aşağı hissəsini, litosferin isə üst hissəsini əhatə edir. Bütün atmosferi əhatə edə bilməz, çünki ozon qatından yuxarıda artıq canlıya təsadüf olunmur. Günəşin ultrabənövşəyi şüaları yandırır. Bütün stratosferi də aid edə bilmərik. Atmosferin aşağı hissəsi, litosferin üst qatına aid edə bilərik. 25-ci sual, hüceyrələrdə hərəkət orqanoidlərinə rast gəlinir. Sinir toxumasının hüceyrələrində heç bir hərəkət orqanoidinə rast gəlinmir. Epiteli toxumasının hüceyrələrində kirpiklərə rast gəlinir. Ona görə də kirpikli epiteli məsələn hərəkət orqanoidi var. Birləşdirici toxumada məsələn ağ qan hüceyrələrində yalançı ayaqlara təsadüf edilir. Ona görə də burada da biz gördük ki, hərəkət orqanoidi var. Əzələ toxuması miofibril hərəkət orqanoiddir. Mexaniki toxuma burada heç bir hərəkət orqanoidinə rast gəlinmir. 26-cı sualda 8 blastomerli röşeymdən 64 blastomerli röşeym əmələ gələn zaman bu prosesdə uzuna bölünmələrin sayını və uzuna bölünməyə məruz qalan bakteriyaların sayını müəyyən eləməliyik. Əvvəlcə düzdür 8 blastomerdən sonraya baxacağıq, amma 8 blastomerin əmələ gələnə qədər blastomerlərin, yəni görək bu 8 blastomeri hansı bölünmə düşür? Deməli birinci zigot olur. Zigot uzununa bölünür. 2 dənə blastomer əmələ gəlir. Bu 2 blastomer də uzununa bölünür. 4'ü yaranır. Bu 4'ü enine bölünür, 8'i yaranır. 8'i uzunluğuna bölünür, 16'sı yaranır. 16'sı enine bölünür, 32'si. 32'si de uzunluğuna bölünür ki 64'ü yaranır. Bize buradan sonrası lazımdır. Bu proseste uzunluğuna bölünmelerin sayı bakın 8 uzunluğuna bölündü. Bir de 32 uzunluğuna bölündü. Evvelce uzunluğuna bölünme. 2 tane uzunluğuna bölünme var. Bu 1, bu da 2. Ona göre de 2. Uzunluğuna bölünmeye məruz qalan blastomerlər 8 ilə 32. Yəni 32, 8 elədi 40 tane. Bu bizdən nə istəyir? B'dən A-nı çıxmağı, 40'dan 2'ni çıxanda qaldı 38. 27-ci sual, uyğunluğu müəyyən edin. Fotosintezin mərhələləri işıq və qaranlıq fazası. Su fotolizə uğrayır işıq fazasında, stromada baş verir qaranlıq faza, Calvin sikli baş verir qaranlıq fazada, zülal sintez olunur. Bu fotosintez bitdikdən sonra glukoza yaranır və glukoza digər üzvü maddələrin monomeri kimi çıxış edir. Yəni ondan sonra sintez olunmağa başlar. NADH isə işıq fazasında sintez olunur ki, qaranlıq fazada ondan istifadə olunacaq.
Gəldik və situasiyamıza. Bu situasiyada nəyə baxırıq? Həkim hamilə qadını müayinə etmək üçün müxtəlif üsullardan istifadə edir. Ultrases müayinəsi nəticəsində qadının uşaqlığında bir neçə dölün olması və həm də aşağıdakılar müəyyən olunur. Görür ki, 3 dənə göbək ciyəsi var. Biz demişik ki, göbək ciyələrinin sayı elə yumurta hüceyrələrinin sayına bərabərdir. Və üzrlü sayın, göbək ciyəsi yox, cift. Cift oxuyub göbək ciyəsi deyirəm. Üzrlü sayın. Biraz tez istəyirəm yekunlaşdırım. 10-cu siniflər üçün də izah hazırlayacağım. Diqqətim getdi. Cift sayı. Cift sayı nə qədərdirsə, o qədər yumurta hüceyrə var. Amma göbək ciyəsi nə qədərdirsə, o qədər döl var. Yəni göbək ciyələrinin sayı elə dölün sayına bərabərdir. Biz burada görürük ki, 3 dənə yumurta hüceyrə deməli iştirak eləmişdir. Onda 3 dənə də nə iştirak edəcək? Spermatozoid iştirak eləyəcək. Yenə spermatozoid iştirak eləyir. Aha, indi bizə nə deyir? Həkim soyuncu müayinədə aşağıdakı üsulla aparır. Aşağıdakı üsul nədir? Beynin biyocəryanları alınır elektroensefaloqraf cihazı ilə. Döllərin neçəsi eyni, neçəsi müxtəlif yumurta əkizidir. Əgər 3 dənə cift, 4 dənə göbək ciyəsi varsa, deməli buradan 2 dənəsi bir ciftin içərisindədir. Bir ayrı ciftlərin içərisindədir. Onda 2 dənə eyni yumurta əkizi var. 2 dənə də müxtəlif yumurta əkizi var. Davam edirik növbəti sualımıza. Mayalanmada bilavasitə iştirak edən qametlərin ikisində Y xromosom olduğunu bilərək. Məsələn, bu bir cift, bu bir cift, bu da bir cift. Bunların ikisində, bu X idi yumurta hüceyrələr, ikisində Y cinsiyyət xromosomu iştirak edib, deməli bunda X iştirak edib. Spermatozoid X cinsi xromosomlu olub. Olduğunu bilərək döllərin somatik hüceyrələrinin, hər dölün bir hüceyrəsinin bir nüvəsində cəmi minimum neçə X xromosom olduğunu hesablayın. Uşaqlar, minimum X xromosomunun olduğunu hesablamaq üçün deməli maksimum oğlan doğulmalıdır ki, bu zaman nə baş versin? X xromosomların sayı azalsın. Çünki biz qızı götürsək çox, onda X xromosomların sayı çox olacaq. Ona görə də nə edirik? Oğlanlar, 2 oğlan eyni yumurta əkizi ola bilər. Bir oğlan müxtəlif yumurta əkizi ola bilər və bir qız müxtəlif yumurta əkizi ola bilər. O zaman bu 2 oğlan, hər oğlanda 1x, 1y, 1x, 1y burada, 1x, 1y burada və bu bir qızda da xx. Minimum neçə X xromosomu olacaq? 1, 2, 3, 4, 5. Deməli, minimum 5 X cinsi xromosomu olacaq bunlarda. 30-cu sual sonuncu müayinədə istifadə olunan cihaz necə adlanır? Deməli, bu adlanır elektroensefaloqraf. Elektroensefaloqraf. Və bu cihaz nəyi qeydə alır? Beynin biyocərəyanlarını. Beynin biyocərəyanlarını qeydə alır. Bu da oldu. Deməli, OTK-nın ikinci blok sınağının suallarının izahı. Hələ ki etalon çıxmayıb. Ümid edirəm ki, deməli, sualların cavabları sizə aydın olar. Hər hansı bir sualınız olarsa və yaxud da mən ola bilər ki, tez-tez izah elədim. Hər hansı bir səhvlik olarsa, rəylərdə yaza bilərsiniz. Sağ olun.